Salam dostlar. 5-i 2-ci ay 2026. Qışın qarlı, çoğunlu, ən sərt ayı fevral ayı. Baxın mənim nərgizlərimə, mənim gözəllərimə. Görürsünüz necə dözür, necə dayanır. O şeirdə deyildiyi kimi hər çətinliyə, hər şəraitə, hər qarlı, çoğunlu havaya dözür. Nərgiz gülüm. Çox gözəldilər, maşallah. Maşallah olsun. Üstündə daha çox gətirmişdi. Nə qədərini yığıb güldana qoydum. Otaqda otağı gözəl ətri bürüdü. İndi bunları dedim çəkim, sonra bunları da yığıb inşallah qoyaram. Otaqda ətri bürüyə, çox gözəl ətri gəlir. Mən nərgiz çiçəklərinin ətrini çox sevirəm, çox, həddindən artıq. Çox gözəldilər. Ətri adamı bihuş edir. Nərgiz çiçəkləri bağçanızda əkin. Çox gözəldir. Belə qışda, qarlı çoğunlu havada qəlbinizə rahatlıq, gözəllik qatar, ruhunuz dincələr bu gözəllikləri görəndə. Məncə hər bir bağçalı evdə bu nərgiz çiçəkləri olmalıdır. Çox dayanıqlı bitkidir. Çox. Bunun qulluğu da dostlar, bir neçə videomda bundan bəhs etmişdim. Bilməyənlər üçün təkrar deyirəm. Bunun qulluğu deməli yaz-payız aylarında bir çox bitkilər kimi bunlara da deməli heyvan gübrəsi, yanmış heyvan gübrəsi verirsiniz. Soğanlarımı mən çıxartmıram, bəzi adamlar çıxardır. Mən illərdir, bəlkə də bir 15 il olar bu nərgiz gülləri məndədir. Heç vaxt soğanlarını çıxardıb saxlayıb yenidən yazda əkməmişəm. Həmişə də buradadır. Maşallah necə var elə, hər ildə artır soğanları. Heç azalıb eləmir də. Hələ götürüb başqa sahələrə də çıxardıb soğanların vaxtında əkmişəm. Məsəl üçün indi əkmək olmaz onun soğanların, çiçəklidir. Bu şey eləyib solacaq. Sonra bunun üstündəki yarpaqlar da tamam solur, qutarır. Ondan sonra bunu çıxardıb məsəl üçün soğanların başqa yerlərə köçürmək olar. Yəni çox olsa. İstəsəz artırasınız, başqa yerlərə soğanların köçürüb artıra bilərsiniz bu şəkildə. Yəni bilməyənlər üçün deyirəm, çox adam bilmir. Mənə də TikTokda da suallar verirlər. Görürsən ki, bunu necə edilir, köbrə verirsinizmi? Mən ümumi şəkildə cavablandırmaq istədim. Yəni yanmış heyvan köbrəsi. Yanmış heyvan gübrəsi nə deməkdir? Yəni 1 il, 2 il qalır günəşin altında heyvanın gübrəsi. O başlayır orada günəşin altında vitaminlər qəbul eləyir. Demək, qarlı, şaxtalı havada tərkibində nəsə mikrob varsa da ölür. O çox faydalı bir gübrə olur və onu götürürük hardasa 2 ovuc. Məsəl üçün götürüb veririk bu nərgiz çiçəklərinin köklərinə yaz, payız ayları. Payızda verməsəz də olar, yazda amma mütləq verməlisiniz ki, orada soğanlar yəni vitamin alsınlar. Yəni vitamin alsınlar ki, daha gözəl. Məsəl üçün mənə deyirlər ki, maşallah görənlər, sizin nərgiz çiçəkləriniz elə bir ki, kətdəki torpaq kədaki kimi də çox iri açır. Biz məsəl üçün adam var, rayonda yaşayır, deyir mənim nərgiz çiçəklərim belə böyük açmır da, bu sortdan da, amma deyir balaca açır. O da ki, nədən ibarətdir? Mənə elə gəlir ki, həm torpağı vitaminləşdirmək lazımdır. Çünki torpaq pastayan su gedir, torpaqda su içir, amma vitamini yoxdur. Ona görə də bunların dibinə heyvan gübrəsi vermək lazımdır ki, bunlar qidalansınlar və o soğanlar vitamin alsınlar bu torpaqdan. Ona görə də bax belə gözəl, boyu hündür, iri çiçəkli nərgiz çiçəkləri olsun sizin də. Bax belə dostlar, mən belə qısa bir video çəkmək istədim nərgizlərimdən. Sizi məlumatlandırmaq istədim. Belə dostlar, sağ olun, sağlıqla qalın. Yeni videolarda görüşərik inşallah.